Azərbaycan tarixində hansı səhnəni dəyişsək, tariximizdə ciddi dəyişiklik baş verər səncə? O qədər şey saymaq olar. Nadir Şahın ölümü, sağ qalsaydı nələr baş verərdi? Ağa Məhəmməd Şah Qacarın ölümü, öldürülməsi, sağ qalsaydı nələr baş verərdi? Abbas Mirzənin ruslarla olan döyüşündə qalib gəlsəydi nələr baş verərdi? Və ya hər hansı bir xanlıqda, məsələn Qubalı Fətəli xanın ölməyib Azərbaycanı birləşdirməyi nə baş verərdi? Yəni bu sualların hamısının ardında bütün taley dəyişə bilər tarixdə. Yəni tarix elə bir şeydir ki, zəncirləmədir də. Yəni bir detalı dəyişsən hər şey tamamilə fərqli şəkildə, alternativ bir gələcək olacaq da elə bir. Mən hansını dəyişdirmək istəyərdim sualını verirsinizsə? Əlbəttə. Mən Nadir Şahın ölümünü dəyişdirmək istəyərdim. Çünki onun inanıram ki, ən azından həm ideyaları böyük idi, həm zəfərləri böyük idi, həm dayandırıla bilməyəcək qədər güclü idi. Ən az bir 20 il artıq yaşasaydı, böyük ehtimal ya çox böyük fəthlər eləyərdi, dünyadakı o 3 hökmdarı keçə bilərdi, Əmir Teymur, Makedon, İskəndər və Çingizxanı keçə bilərdi. Və yaxud elə bir şey eləyə bilər ki, dövlət dağılmasın və ya ən azı Rus hücumlarına qarşı Azərbaycan yenə bütöv qalsın. Bu ola bilər.